Salam, xoş gördük əziz izləyicilər, əziz dost TV izləyiciləri. Hər birinizi canlı yayımlanan proqramımızdan, Sosial Saatdan salamlayırıq. Gününüz xeyirli və uğurlu olsun. Bilirsiniz ki, bizim çox yaxşı ənənəmiz var. Biz Sosial Saatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif qurumlarının mətbuat konferanslarını canlı yayımlayırıq. Hörmətli tamaşaçılar, Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair bir neçə dəqiqədən sonra mətbuat konferansı keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri barədə xidmətin rəisi Vəli Quliyev mətbuat nümayəndələrinə məlumat verib, onların suallarına cavablandıracaq və artıq əməkdaşlarımız qeyd edirlər ki, canlı bağlantını reallaşdıra bilərik. Biz birbaşa olaraq canlı mətbuat konferansına bağlanırıq. Hörmətli media iştirakçıları, hamınızı salamlayıram. 2025-ci ildə Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti barədə məlumatları diqqətinizə təqdim edirəm. 2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi 80 min müraciət araşdırılmışdı. 80 min müraciətin təxminən 40 mini vətəndaş müraciətlərindən və vətəndaş sorğularından ibarətdir. Nəticə etibarilə araşdırmamızın nəticəsində 7 minə yaxın, 6897 inzibati xəta üzrə cərimə tərtib edilmişdir. Fəaliyyətimizin əsas sahələri vətəndaş müraciətlərinin araşdırılması, əmək münasibətlərinin tənzimlənməsi və rəqəmsallaşdırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, əmək mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə və yerli və beynəlxalq əməkdaşlıq daxildir. Eyni zamanda qeyd etmək istərdim ki, 16 yanvar 2026-cı il tarixində Cənab Prezident əmək münasibətləri ilə bağlı dəyişiklikləri təsdiq etmişdir və sözü gedən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əmək münasibətlərinin daha da çevikliyi, sosial yönümlü və müasir hüquqi tənzimlənmə mexanizmi formalaşdırılmasına xidmət edir. Bu çərçivədə distance işin hüquqi əsasları müəyyən edilmişdir. Ailə vəzifələri olan hamilə və valideyn işçiləri üçün əlavə təminatlar və məzuniyyətlər genişləndirilmişdir. Əmək müqavilələrinin xitam, ödəniş mexanizmləri daha da ədalətli şəkildə tənzimlənib, əmək mühafizəsi və təhlükəsizlik üzərində tələblərin gücləndirilib, əlavə olaraq beynəlxalq standartlara da uyğunlaşma aparılmışdır. 2025-ci ilin fəaliyyətin nəticəsində vətəndaş müraciətlərin araşdırılması ilə 842 min manat vətəndaşlara ödənilməmiş vəsaitin ödənilməsi təmin olunmuşdur. Bunun böyük hissəsi ödənilməmiş və yaxud da gecikdirilmiş əmək haqqıdır. Əlavə olaraq bildirmək istərdim ki, 89 nəfər əmək müqaviləsinə qeyri-qanuni xitam verilməsi nəticəsində xidmət tərəfindən araşdırma nəticəsində həmin vətəndaşlar öz işlərinə bərpa edilmişdir. Vətəndaş müraciətinin daha da əlçatan və şəffaf aparılması üçün xidmətin vətəndaş müraciətləri DOST üzərində cəmlənmişdir və bu günləri Bakı, Bərdə, Abşeron rayonlarında fəaliyyət göstərən mərkəzlərdə vətəndaş müraciətlərinin qəbulu, emal edilməsi, protokollara baxış, işə götürənlərlə müraciətlərin araşdırılması DOST mərkəzində aparılır. Sözü gedən mərkəzlərdə fəaliyyət başlandıqdan bugünədək 10 mindən çox vətəndaş qəbul edilmişdir. Qəbullar xüsusi video və çəkiliş olan otaqlarda aparılır. Bu da həm şəffaflığın, həm operativliyin, həm də xidmət səviyyəsinin ölçülməsinə və onun artırılmasına xidmət edir. DOST-la əməkdaşlıq çərçivəsində xidmətin çağrı mərkəzi ilə inteqrasiyası aparılmışdır. Bu inteqrasiya nəticəsində xidmətə gələn zənglər və xidmətin həm vətəndaşlara, həm işə götürənlərə ünvanlığı, həm zənglər, həm xəbərdarlıqlar çağrı mərkəzi ilə aparılır. Əlavə olaraq elektronlaşdırma nəticəsində bizim araşdırmalara baxılması üçün elektron müstəvidə də şərait yaradılmışdır. Keçən il ərzində 1466 halda araşdırılma sırf elektron müstəvidə Zoom və yaxud da digər platformalar üzərində
video konferans vasitəsilə həyata keçirilmişdir və adı çəkilən konferanslarda araşdırmaların nəticəsi üzrə təxminən 700-ə yaxın inzibati xəta müəyyənləşdirilərək cərimə tətbiq edilmişdir. Əlavə olaraq əmək münasibətlərinin elektron müstəviyə keçirilməsi ilə bağlı bildiyiniz kimi qanuna müvafiq dəyişiklik edilmiş və əmək müqavilələrinin elektron bağlanması artıq şərt olaraq müəyyən edilmişdir. Və bu şərtə böyük ölçüdə tamamilə əməl olunmuşdur və hal-hazırda 1.827.000 əmək müqaviləsi elektron olaraq bağlanılmışdır. Bu da ümumi əmək müqavilələrinin 97%-dir. Əmasda bir sıra yeniliklər də həyata keçirilmişdir. Ən böyük yeniliklərdən biri xəstəlik vərəqələrinin əmasla inteqrasiya olunmasıdır. Bunun nəticəsində proaktiv nəzarət tədbirləri də həyata keçirilmişdir. Belə ki, işə götürənlər artıq xəstəlik vərəqəsində olan işçilərin xitam vermə əmrləri, ezamiyə vermə əmrlərinin və digər bu növ əmrlərin verilməsi məhdudiyyətlə verilməsi üçün müəyyən məhdudiyyətlər tətbiq olunmuşdur. Bu məhdudiyyətlərin tətbiq olunması qanunvericiliyin pozuntusunun əvvəlcədən qabağın alınması üçündür. Yəni, işə götürənlər artıq qanunu poza bilmir. Bunun nəticəsində də cərimə və digər təsis tədbirləri ilə üzləşə bilmir. Əlavə olaraq xəstəlik vərəqəsindən əlavə olaraq isə arayışların verilməsi, yəni həkim arayışların verilməsi də inteqrasiya edilmişdir. Əmas üzərindən bir çox əmrlərin elektronlaşdırılması bitmişdir. Statistika bölməsi əlavə edilmişdir. İşçilərin qiymətləndirilməsi modulu əlavə edilmişdir. Ümumilikdə 135 xidmət tam olaraq Əmas üzərində elektronlaşdırılmışdır. Bizim 2026-cı ildə hədəfimiz isə kadr kargüzarlığın tam olaraq elektron müstəviyə gətirilməsidir. Bu işlərin görülməsi üçün Dostreamlə birgə əməkdaşlıq aparırıq. Həm kadr, həm kadra yaxın olan digər sahələri də tam olaraq 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutur. Bu müstəvi çərçivəsində əməyin mühafizəsi sahəsi də tam olaraq elektron müstəviyə keçirilməsi nəzərdə tutur. Bugün bildiyiniz kimi təlimlərin aparılması, əməyin mühafizə vasitələrinin verilməsi kağız üzərində aparılır. Bunların da elektronlaşdırılması, məhz həmin sahələrində həm işçilər üçün, həm işə götürənlər üçün daha da şəffaf və asan həyata keçirilməsi üçün Əmasda əməyin mühafizəsi bölməsi yaradılır və onun nəticəsində tam olaraq elektronlaşdırma başa çatacaqdır. Ötən il ərzində işə götürənlərin elektron kabinetində müxtəlif məzmunlu xəbərdarlıqlar göndərilmişdir. Bu xəbərdarlıqlar əmək qanunvericiliyinin əməl olunmasının təmin edilməsi, pozuntuların vaxtında aşkar edilməsi və həmin pozuntuların aparılmaması üçün göstərilən xəbərdarlıqlardır. Fürsətdən istifadə edərək işə götürənlərə müraciət etmək istərdim ki, məhz Əmas üzərində elektron kabinetlərə olan xəbərdarlıqlara diqqət yetirsinlər, nəzər salsınlar. Bu xəbərdarlıqlar onların qanunvericiliyə düzgün əməl olunmasına və vaxtında əməl olunmasına xidmət edir. 2025-ci il ərzində xidmətin elektron nəzarət tədbirləri çərçivəsində elektron auditin istifadəyə verilməsi baş vermişdir. Hal-hazırda elektron audit 2 maddə üzrə minimum əmək haqqının ödənilməsi və istehsalatda bədbaxt hadisələrin sığortalanmaması üzrə elektron monitorinqlər aparır və pozuntunu görəndə qanunvericiliyə müvafiq olaraq inzibati protokol elektron şəkildə tərtib olunur. Bu halın üzrə təxminən 3000-ə yaxın elektron protokol tərtib edilmişdir və bunun nəticəsində olaraq minimum əmək haqqıdan aşağı olan əmək haqqıların səviyyəsi 97% endirilmişdir. Əlavə olaraq xidmətin geniş maarifləndirmə, təlim və yeni yanaşmaların tətbiqi üçün
Milli Observatoriya ilə birgə DOST müfəttiş layihəsi aparılır. DOST müfəttiş layihəsi tam olaraq könüllüdür və tam olaraq xidmət haqqısızdır. Burada işə götürənlər DOST müfəttiş layihəsinə müraciət edirlər. Biz onları həm qanunvericiliyə uyğunluqların qiymətləndiririk, həm işçi heyətinin bilik səviyyəsini qiymətləndiririk, müvafiq lazım olan təlimlər toplusu hazırlayırıq, lazımdırsa struktur dəyişiklikləri və digər məsələlər üzrə, kadr məsələləri üzrə müvafiq təkliflər hazır edirik. Hal-hazırda 28 müəssisədə DOST müfəttiş layihəsi uğurla icra edilmişdir. Bu ilin birinci rübü üzrə isə 5 müəssisədə DOST müfəttiş layihəsi aparılır. Əlavə olaraq bizim nümunəvi müəssisə layihəmiz mövcuddur. Nümunəvi müəssisə hal-hazırda 3 regionda, Abşeron İqtisadi rayonunda, Qarabağ İqtisadi rayonunda və Naxçıvan Muxtar Respublikasında mövcuddur. Burada işə götürülənlər də birgə işə götürülənlərin istehsalat sahələrində əmək mühafizə qaydalarını, beynəlxalq standartlara riayət olunması üzrə nümunəvi müəssisələr yaradılmışdır və həmin nümunəvi müəssisələr üçün fəaliyyət göstərən digər müəssisələrdə infoturlar təşkil olunmuşdur və yerində praktiki təlimlər və məşğələlər həyata keçirilmişdir. Əmək mühafizəsi sahəsi üzrə isə bizim geniş işlərimiz həyata keçirilmişdir. Burada Əmək Mühafizəsi Mərkəzi vasitəsilə 110 yeni standart tətbiq olunmuşdur. Ümumilikdə təsdiq olunmuş standartların sayı 167 standartı əhatə edir. Şübhəsiz ki, ən vacib olan standartımız elə məhz 2021-ci ildə təsdiq olunmuş 45001 ISO standartıdır ki, biz onu milli standarta keçirtmişik. Yenə də fürsətdən istifadə olaraq işə götürənlərə müraciət eləmək istərdim ki, əmək mühafizəsi sahəsində ən qabaqcıl standartlardan biridir və ən önəmli tətbiq olunan standartlardan biridir. Digər standartlar daha çox sahəvi standartları idarə elədiyinə görə, orada hər bir işə götürən üçün ayrıcalıqda standartlardan istifadə edə bilər. Əlavə olaraq bildirmək istərdim ki, əmək mühafizəsi çərçivəsində beynəlxalq standartların tətbiqi nöqtəsində biz Vision Zero konsepsiyasının tətbiqini başlamışıq. Bu hissədə Vision Zero konsepsiyasının tətbiqi DOST platforması üzərindən aparılacaqdır. Vision Zero sıfır qəza, sıfır ölüm, sıfır zədə şüarı altında başlanmış bir beynəlxalq təcrübədir. Bunu İSSA həyata keçirdir və Beynəlxalq Əmək Təşkilatının da əmək mühafizəsi üzrə ən qabaqcıl nümunəvi bir təcrübəsidir. Bir çox ölkələr buna uğurla icrasına başlanmışdır və əsas məsələsi təbliğat, təşviqat və mədəniyyətin, əmək mühafizəsi və texniki təhlükəsizliyin mədəniyyətinin formalaşdırılmasıdır. Bundan müvafiq olaraq Xidmət və Əmək Mühafizəsi Mərkəzi 282 maarifləndirmə tədbiri həyata keçirtmişdir. 17500 nəfər şəxs həmin maarifləndirmə tədbirlərində iştirak etmişdir. Eyni zamanda beynəlxalq uğurlarımız da mövcuddur. Hal-hazırda bir çox beynəlxalq mükafatlara layiq görülmüşük. Keçən il ərzində 32 beynəlxalq mükafata Dövlət Əmək Müfəttişliyi və Əmək Mühafizə Mərkəzi ilə birgə layiq görülmüşük. Beynəlxalq Əmək Təşkilatı ilə çox geniş beynəlxalq təcrübəmiz mövcuddur. Həmçinin Türkiyə Respublikası həm Əmək Mühafizəsi Xidməti, həm Əmək Müfəttişliyi ilə geniş ikitərəfli münasibətlərimiz mövcuddur. Bədbaxt hadisələrə gəldikdə, dövr ərzində bədbaxt hadisələrinin artımına, dayandırmağına nail olmuşuq. Keçən il ərzində 618 bədbaxt hadisə baş vermişdir. Bunu da təəssüflə bildirmək istərdim. 2025-ci ilin nailiyyətləri, demək istədiyim bu qədər. İcazə versəniz, suallarımıza keçərdik. Buyurun, eşitmək istəyərdim. Buyurun. Buyurun. Şimdi sualımız əmək qanunvericiliyindən
Birinci sualınızın cavabı olaraq ən çox emal və tikinti sahəsində çox təəssüf ki, bədbaxt hadisələri baş verir və bədbaxt hadisələrin yaranma səbəblərini beynəlxalq statistikadan da misal gətirsək, ən çox bədbaxt hadisə emal, tikinti və kənd təsərrüfatının sahəsində mövcud olur. Bizdə hal-hazırda ən çox ölüm və zədə emal, tikinti və sənayedədir. İkinci sualınıza gəldikdə hadisələrin qrup halında olması çox azdır, cəmi 36 hadisə. İkinci sualın əmək qanunvericiliyində pozulma halları üzrə hansı inzibati məsuliyyət yaratır? Pozulma hallarına görə hansı yeni inzibati məsuliyyət halları? Yeni inzibati məsuliyyət halları keçən il xidmətə 2 yeni maddə verilmişdir İnzibati Xətalar Məcəlləsindən əlaqədar olaraq. Amma yeni maddələr də onsuz da inzibati xətalarda olan mövcud maddələrin əsasındadır. İnzibati xətaların böyük hissədə olan maddələri biz şərti cərimələrə keçirtmişik. Ümumilikdə 10 milyon manatdan yuxarı inzibati cərimə tərtib olunmuşdur. Üçüncü məsələ isə Əmək Məcəlləsinə yeni gətirilən məzuniyyət günləri ilə əlaqədardır. Bildiyiniz kimi 46 günlük məzuniyyət Əmək Məcəlləsində həmişə var idi. Sadəcə olaraq əhatə dairəsi genişlənib, burada ali vəzifələri olan adamlar və sosial yönümlü daha həssas olan adamlar Vətən müharibəsinin ordenlərinə layiq görülmüş şəxslərə əlavə məzuniyyətin verilməsi nəzərdə tutur. Buyurun, növbəti sual. Buyurun, xanım. Bayaq da qeyd etdiyiniz kimi, bəzi müəssisələrdə açıq-aşkar şəkildə əmək məcəlləsi pozulur. İnsanlar həftədə 40 saatdan artıq işləyirlər, əlavə ödəniş olunur. Hətta istirahət günləri də verilir. Hətta elə olur ki, gün ərzində 10-12 saat işləyirlər və bununla bağlı da iş elanları verməkdən də çəkinmirlər. Deyirlər ki, məsələn, 400 manata 15 saat, 16 saat işləyirlər. Hazırda bundan bağlı hansı tədbirlər görülür və bəzi saytda yerləşdirilən iş elanları ilə bağlı qeyri-legal ola bilər, legal olmayan iş elanları ola bilər. Buna bağlı hansı tədbirlər görülür? Bu, siz dediyiniz halların araşdırılması xidmət tərəfindən aparılır. Mətbuatda və elektron daşıyıcılar üzrə göstərilmiş məlumatların araşdırılması xidmət tərəfindən həyata keçirilir. Bildiyiniz kimi yoxlamaların aparılması qanuna əsasən yerində yoxlamaların aparılması qadağandır və adı çəkilən hallar üzrə pozuntunu biz xidmət çərçivəsində aşkar edə biliriksə, onun cəzalandırılması, intizam tənbihinin görülməsi çox asandır. Bu halda həm vətəndaşların müraciətləri, həm də işə götürənlər tərəfindən aparılmış sənədləşdirilmələr xidmət tərəfindən araşdırılır və fakt təsdiqini tapan kimi xidmət müvafiq inzibati məsuliyyət tədbirlərini həyata keçirilir. Sizə bu məsələ ilə məşğul olmaq üçün hər hansı bir müəssisə varmı? Yəni bu işlə məşğul olmaq üçün ayrı belə məsələləri araşdırmaq üçün? Xidmətin birbaşa müstəsna səlahiyyətidir. Yəni xidmətin bu günləri Bakı idarəsi daxil olmaqla 14 regional idarəsi mövcuddur. Hər bir idarə və regional aparat bu araşdırmaları aparır. Buyurun. Buyurun. Atalıq məzuniyyətindən 4 gün ödənişli olması hansı hüquqi təminatları yaradır və hansı müddət nəzərdə tutulur? Yəni, hansı müddətdə icra olmalıdır? Atalıq məzuniyyəti Əmək Məcəlləsində əvvəl də var idi. Sadəcə olaraq yeni dəyişiklik çərçivəsində atalıq məzuniyyətinin ödənişli əsaslar olması müəyyən edilir. Dəyişikliyin əsas məhzi bundan ibarətdir. Digər dəyişikliklər hissəsinə toxunulmayıb. Atalıq məzuniyyətinə çıxmaq üçün müvafiq xəstəxanadan sənədlər təqdim olunmalıdır. Artıq bu elektron müstəvidədir və vətəndaşın müraciəti olmalıdır. Vətəndaşın müraciəti olduqda müvafiq olaraq atalıq məzuniyyətinə verilir
və artıq 14 gün ərzində ödənişli məzuniyyətini ala bilər. Buyurun. Bizim media saiti Günəş Şahlar. Bir neçə sualım var. Maaşların keçişdirilməsi ilə bağlı ən çox hansı sahələrdə şikayət edilir? Gördüyünüz kimi müraciətlərin sayına çox olmağına baxmayaraq əmək haqqı ödənilməmiş əmək haqqının rəqəmi də böyük deyildir. Yəni hal-hazırda əmək haqqı fondu 1.6 milyard manatdan yuxarıdır. Əmək müqaviləsi üzrə biz onu görürük. Amma cəmi ödənilməmiş əmək haqqı hissəsi çox kiçik bir hissəni əhatə eləmişdir. Sonra bir sualda minimum əmək haqqından az əmək haqqı evləri var ki, bunlardan necə nəzarət olunur? Çünki nəzarət mexanizmi var, Bayaq mən çıxışımda qeyd elədim, biz elektron auditin tətbiqinə keçən il nail olmuşuq və elektron auditlə əmək müqavilələri monitorinqini aparırıq, müvafiq olaraq cərimələri tətbiq edirik. 3000-dən yuxarı inzibati cərimə elektron olaraq tərtib olunmuşdur və hal-hazırda minimum əmək haqqıdan çalışan işçilərin sayı ölkədə minimum həddədir. Saat hesablı əməkə keçid çox yaxşı sualdır. Saat hesablı əmək haqqıya keçid hal-hazırda hökumətə təqdim olunub və hökumətlə müzakirələr çərçivəsindədir. Biz burada mərhələli keçid nəzərdə tutmuşuq. Saat hesablı keçid olduğu halda minimum aylıq normada qüvvəsində qalacaq. Bildiyiniz kimi bir çox ölkələrdə həm saat hesablı əmək haqqı, həm aylıq minimum əmək haqqı mövcuddur. Bəzi ölkələrdə yalnız saat hesablı minimum əmək haqqı mövcuddur. Saat hesablı əmək haqqıya ilkin mərhələdə keçid üçün nəzərdə tutulub ki, natamam əmək müqavilələri ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər saat hesablı əmək müqavilələrində çalışsın. Həftəlik, bu sadəcə olaraq təklifdir və bu istiqamət üzrə də hökumətlə müzakirələr aparılır ki, həmin əmək qanunvericiliyi qəbul olunsun. Mənim dediyim hal-hazırda bizim xidmətin təklif elədiyi təklifdir. Son qanun layihəsi necə olacaqsa, onu məhz hökumətlə müzakirələrdən sonra elan olunacaqdır. Xüsusi müavinətlər, orada bildiyim qədər istirahət haqqı, hətta əlavə ona icazələr nəzərdə tutulmalıymış edilməyib, əmək haqqı ilə bağlı məsələlər var və indi o hüquqlarını bərpa etmək istəyir. Bu halda müfəttişi belə bir vətəndaş üçün hansısa müəyyən bir işlər görə bilirmi? Yəni, söhbət çox böyük bir sənayedən, sənayenin çox böyük bir şirkətindən gəlir, dövlət olur. Bu halda nə edir? Müraciət eləyir ya dosta, ya bizə. Biz müraciətini araşdırırıq və müraciətin araşdırması çərçivəsində pozuntu halı müəyyən eləyəcəksə, inzibati cəriməni tərtib eləyəcək. Vətəndaş bu halda onun qeydiyyatı, yəni sosialda göstərişi mümkün olur mu? Bəli, elektron, yəni vətəndaş müraciətləri hal-hazırda bizə həm sosial, həm 142 çağrı mərkəzi, həm fiziki olaraq istənilən dost mərkəzi və yaxud da xidmətə birbaşa müraciət edə bilər. Burada heç bir problem yoxdur. Əgər vətəndaşın hüquqları ilə əlaqədar hansısa izahat işləri də aparmaq lazımdırsa, 142 çağrı mərkəzi və yaxud da dost mərkəzlərinə yaxınlaşa bilər. Orada ona əlavə dostun işçiləri, əlavə hüquqları da izah edəcəklər. Amma siz dediyiniz hal üzrə araşdırılmanın aparılması lazımdır. Çünki yəni vətəndaşın iddia elədiyi məsələ tam olaraq araşdırılmalıdır. O ki qaldı onun dövlət və yaxud da özəl sahə olması üçün bizim üçün onun heç bir fərqi yoxdur. Yəni pozuntunu hansısa bir
müəssisə aparıbsa, hansısa bir işə götürən aparıbsa və pozuntu halı aşkar olunacaqsa, buna müvafiq olaraq cərimə tədbirləri qanunvericiliklə nəzərdə tutulubsa tətbiq olunacaq və müvafiq məcburi göstərişlər də veriləcəkdir. Distant işlə ilə əlaqədar olaraq, distant işin tətbiqində əmək haqqının formalaşdırılması ilə əlaqədar bir sual yoxdur. Çünki distant iş sadəcə olaraq sizin işləmə yerinizi müəyyən edilir. Yəni, siz ya işə götürənin müəyyənlədiyi yerdə və yaxud işə götürənlə razılaşma əsasında məsafədən işləyə bilərsiniz. Burada əmək haqqının formalaşdırılması və uçotu və yaxud da əmək haqqı rejimi normal digər rejimdən bərabərdir. Yəni, qanunvericilikdə olduğu kimi o tam iş ştatı ilə, natamam iş ştatı ilə və yaxud da cəmlənmiş uçotda müəyyən edilə bilər. Bu da tərəflərin qarşılıqlı razılaşması və yaxud da 47-ci maddəyə uyğun olaraq bağlanmış müqaviləyə əsasdır. Yəni, distant iş əmək haqqının aşağı verilməsinə və yaxud da digər əmək haqqı üzrə növlərin seçilməsini müəyyən etmir. Sadəcə olaraq iş şəraitinin və yerinin müəyyən edir. Buyurun, xanım. Bayaq istehsalat qəzalarından danışıldı. Elə onunla bağlı sual vermək istəyərdim ki, işçi iş yerində kənar bir şəxs tərəfindən təsərrüf alarsa, bu istehsalat qəzası kimi müəyyən edilirmi? Nəvim Mayskızayev buyurdu. Sizin verdiyiniz geniş sualdır. Çox sağ olun, təşəkkür edirəm. Kifayət qədər maraqlı sualdır. İşə götürən bu qəza barədə dərhal və 24 saat ərzində Dövlət Əmək Müfəttişliyi xidmətinə məlumat verilməlidir. Və bu müraciət araşdırılması üçün müvafiq araşdırmalar aparılır. Şübhəsiz ki, qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti 27 saylı qərarı var. 27 saylı qərarda müəyyən şərtlər var ki, həmin şərtlərə əməl olunduqda, yəni xəsarət dərəcəsi, onun ağırlığı, itirdiyi günlər və s. Həmin qaydaya müvafiq olaraq araşdırma aparılır. Əgər qaydalara uyğundursa, təhqiqat aparılır. Təhqiqatdan sonra istehsalatla əlaqəli müəyyən edilir və əgər istehsalatla əlaqədar xəsarətdirsə, işə götürən iz aktı ilə tərtib edib digər sığorta və aidiyyatı ilə Dövlət Sosial Müdafiə Fonduna bu məlumatları ötürməlidir. Bir də sual vermək istərdim. Əmək istismarından da söz açıldı. Normal işçilərin əmək istismarından danışıldı. Bəs uşaq əməyinin istismarı üçün hansı tədbirlər görülür və görülür? Uşaq əməyinin istismarı ilə əlaqədar olaraq bir sıra dövlət qurumları ilə birgə bizim apardığımız geniş tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində müəyyən edilmiş halları dövlət qurumları aidiyyatı üzrə bizə göndərirlər və biz buna müvafiq olaraq inzibati cəriməmizi aparırıq. Qürur verici haldır ki, ölkəmizdə uşaq əməyinin istismarı çox aşağı səviyyədədir və mən hesab edirəm ki, biz bu uşaq əməyi üzrə konvensiyanı tam əməl edən ölkələrdən biriyik. Buyurun, siz sağ olun. Birinci sualım, bu işə giriş zamanı sınaq müddəti olur. Bu nə qədər olmalıdır? Bəzən şirkətlər 3 ay, 4 ay uzadır sınaq müddətini və həm müqaviləni gecikdirir, həm də işçinin maaşını az vermiş olur. İkinci sualım da ondan ibarətdir ki, bəzi özəl günlər olur. Qarlı, şartlı günlərdə işçilər işə gəlmə məcburiyyətində olur. Bu zaman onlara daha əlavə maaş verilməlidir. Amma bəzi şirkətlər bunu həyata keçirir. Bundan bağlı nə düşünürsünüz? Sualınızın birinci hissəsinə cavab olaraq bildirmək istəyirəm ki, sınaq müddətinin müəyyən olunması qanunvericiliyi ilə konkret hallar və müddətlər müəyyən edilmişdir. Bu hallar əmək müqaviləsinin müddətindən və yaxud onun müddətsiz olmağından asılı olaraq dəyişir. Həmin hallar elektron müstəvidə tam olaraq avtomatlaşdırılmışdır. Sınaq müddətində əmək müqaviləsi ilə aşağı əmək haqqı verilməsi mümkün deyildir. Hal-hazırda sistem onun verilməsini belə icazə verməyəcək. Daha doğrusu müqavilənin bağlanmasını. İkinci məsələ isə sizin dediyiniz, yəni qarlı hava, dünənki hava şəraiti ilə əlaqədar olaraq əslində əlavə verilməməlidir. Yəqin ki, siz bayram və istirahət günləri və yaxud da hansısa digər günləri nəzərdə tutursunuzsa, burada bəli,
müvafiq olaraq qanunvericiliyə əlavə ödənişlər nəzərdə tutulmuşdur. Və bu halda əlavə ödənişləri verməyənlərin də şübhəsiz ki, İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyəti nəzərdə tutulur. Əgər elə hallar mövcuddursa və yaxud da bayram günlərindən öncə qısaldılmış gün verməyiblərsə də, yəni işçinin bizə müraciəti çərçivəsində bu hallar araşdırılır, müvafiq sənədlər işə götürəndən alınır. Əgər fakt təsdiqini tapırsa, cərimə tərtib olunur və həmin ödənişin ödənilməsi üçün məcburi göstəriş verilir. Ödəniş üzr istəyirəm. Bəs həmin ödəniş və qanunun sözünə qoyularaq necə tənzimlənir? Çünki bəzən vaxtımız və yaxud da işəmuz müqavilələr bağlanır ki, vətəndaşlar ola bilsin ki, məsələn, gördüyü işin müqabilində hər hansı bir qonorar və yaxud da maaş alır, yaxud da ki, vaxt ərzində 9-6 rejimində fəaliyyət göstərir. Bu zaman, məsələn, məzuniyyət günlərində, dediyiniz kimi, istirahət günlərinə, bayram hesab olunan, amma qeyri-iş günlərinə düşürsə, eyni vaxtda düşürsə insanın məzuniyyəti və istirahəti, bu zaman necə hesablanır? Məsələn, adam vaxtımızsa və yaxud da işəmizsə, Siz dediyiniz, bəli, yəni qanunvericiliklə hamısının fərqləri var. Yəni müvafiq olaraq onun halları çoxdur. Yəni cəmləmiş ücret üzrə də halları var. Yəni ona görə biz bu halları bir-bir sadalasaq. Saat hesabı mı hesablanır, yoxsa vətəndaşın tutaq ki, məqal işçiliyidə hər hansı bir veriliş təqdim edirik, onun müqabilində hər hansı bir məbləğ yazılır bizə təqdim edildiyimiz verilişin əsasında məsələn. O məsələ o verilişə görə tutaq ki, biz tətil günündə həmən verilişi təqdim edilirsə, bu zaman ona yazılan məbləğ 2 qat yazılmalıdırmı, yoxsa saat hesabında mən həmin saatda işə gəlmişəm deyəm yazılmalıdır. Bir çox hallarda həq müqaviləsi bağlanır, təbii ki, keçiddə çox rahat və yaxud kağız daşıyıcıdan canımız tutarır. Amma bəzən belə hallara rastlaşa bilirik ki, əmək müqaviləsinin elektronlaşması, daha doğrusu elektron şəkildə həyata keçirilməsi gecikmə halda baş verə bilər. Sistemlə bağlılıq bildirilə bilər və yaxud da müqavilələrin bağlanmasında hər hansı bir problemin yaşandığını göstərə bilmək olur. Ümumiyyətlə, əmək müqavilələrinin elektronlaşması sayəsində işlər necə gedir? Bugün hal-hazırda ölkədə bağlanmış əmək müqavilələrinin 97%-i elektron əmək müqaviləsi ilə bağlanmışdır. Dostrimlə birgə biz stres testləri aparmışıq, ən pik yükləmələr də nəzərdə tutmuşuq. Bu halda belə gecikmə 1 dəqiqəni aşmayıb. Dediyimiz problemləri biz hələ ki görməmişik. Qanunvericilik də deyir ki, sonuncu, hər iki tərəfinin sonuncunun imzalanmasından sonra elektron müqavilə qüvvəyə minir. Yəni bu hər iki imza, elektron imzadan sonra əmək müqaviləsi qüvvəyə minmiş hesab edilir. O vaxta dək bağlanmış əmək müqaviləsi qüvvədə deyildir. Belə bir fikir də insanlar arasında dolaşır. Buyurun. İnsanların müvafiqət o sualını dəstək verim. Çünki özüm üçün maraqlıdır. Əmək haqqının bir neçə hissəyə bölünərək ödənilməsi. Bu təbii ki, digər hallar var, burada mükafatlar var, burada digər ödənişlər var. Amma önümüzdə vətəndaşın aldığı əmək haqqının bir neçə hissəyə bölünməsi halı mümkün olacaqmı və olacaqsa bu Son dəyişikliklərdə əmək haqqının ayda 2 dəfə ödənilməsi nəzərdə tutulur, ehtiva edir. Yəni bunu işə götürənlə işçi razılaşdırılması ilə 2 yerə bölərək ödəyə bilər. Burada bir problem görmürük biz və bu işə götürənlə işçinin təbii ki, qarşılıqlı razılaşması əsasında olmalıdır və əmək müqaviləsində qeyd olunmalıdır. Buyurun. Əmək müqaviləsində cəlb olmadan işlədilən işçi sonradan stajını bərpa eləmək kimi hüququ var. Əmək müqaviləsi fərqi yoxdur onun. Əmək müqaviləsi olmadan işlərə cəlb olunma inzibati məsuliyyətin ən ağır növü ilə cəzalandırılır. Stajın bərpa edilməsi sualı məncə mümkün deyildir. Çünki artıq həmin dövr itirilmiş dövrdür və bunun üçün də onun stajın nə qədər olması və həmin onu biraz çətindir. Hər bir halda o məhkəmə səlahiyyətindədir, xidmətin səlahiyyətində deyildir. Stajın bərpa olunması ümumiyyətcə xidmətin. Amma yenə də mən hər bir işçiyə müraciət edərək bir daha bildirmək istərdim ki, elektron müstəvidə
e-sosialdan istifadə edərək əmək müqavilələrini bağlayın. Çünki əmək müqaviləsinin stajı əmək müqaviləsinin əsas hissəsi deyildir. Əmək müqaviləsi bağlandıqda dövlət sizin əmək hüquqlarınızı qoruyur. Əlavə olaraq əmək mühafizəsi hissəsində qorunmalar mövcuddur və Allah uzaq eləsin, bədbəxt hadisə baş verərsə və ağır nəticələrlə baş vermiş bədbəxt hadisələrdən sığorta mexanizmləri də mövcuddur. Və bu sığorta mexanizmləri də kifayət qədər əlçatandır. Bu hissədə mən hər bir işçiyə müraciət edərək bir daha əmək müqavilələrinin bağlanmasını xahiş edərdim. Xidmətin fəaliyyəti qeyri-formal əmək münasibətlərinin aşkar edilməsi və bu barədə də cərimələrin tərtib olunmasıdır. Xidmət burada həm digər dövlət orqanları, həm prokurorluq, həm də müstəsna olaraq asan xidmətlə birgə fəaliyyət həyata keçirilir. Buyurun. Bir sualım olacaq sizə. Ümumilikdə bayaq əmək müqavilələrin bağlanmasından danışdıq bu məsələdə. Amma vətəndaş var ki, məzuniyyətdədir və bilmək istəyirəm ki, işə götürən ola bilir ki, məsələn, işçinin işindən razı deyil və ona xəbərdarlıq müddəti göstərmədən, bildirmədən onun işinə xitam verə bilir. Nəyə isə əsas gətirir. Çox ciddi hansısa bir problemi əsas gətirərək artıq bilir ki, minimum bir ay, ən az da bir həftə ərzində artıq xəbərdarlıq sizləmək müqaviləsini uzaq edəcək. İşə götürən işçinin təbii ki, belə deyək də, çox ciddi problemləri yoxdur. Amma xəbərdarlıq etmədən işə götürən işçini işdən çıxara bilərmi, əmək müqaviləsinə xitam verə bilərmi, sualını belə qurub və həmin müddətdə də vətəndaş əgər məzuniyyətdədirsə, bu zaman o məzuniyyətə çıxdığı gündən mi işlə xitam verilir, yoxsa hansısa bir müddət davam edə bilər? Təşəkkür edirəm sualınıza görə. Sualınız çox geniş mövzunu əhatə eləyir. İşə götürən təşəbbüsü ilə 70-ci maddədə nəzərdə tutulan hallar mövcud olduqda işə götürən işçini çıxarda bilər. Əlavə olaraq 79-cu maddədə isə hansı hallar olduğu halda belə işə götürənin çıxara bilməmək səlahiyyəti mövcuddur və o da qanunvericilikdə göstərilir. Hallar kifayət qədər çoxdur. Ümumilikdə desək ki, məzuniyyətdə olan şəxsin işdən çıxarılması bu günləri sistem vasitəsilə də mümkün deyildir. Yəni, onun məzuniyyəti bitməlidir ki, işə götürən onu işdən çıxara bilsin. Xəbərdarlığın olub-olmaması, əgər müddətdə əmək müqaviləsidirsə, bir həftə öncədən xəbərdar etməlidir. Əgər hansısa digər maddə çərçivəsində çıxardırsa, həmin çıxartdığı maddəyə müvafiq olaraq xəbərdarlıq müddətləri mövcuddur. Məsəl üçün, ixtisar. Yəni, orada ixtisar işçinin stajı üzərindən hesablanır və müddətlərdə həm qeyd olunub, həm də kimləri ilk növbədə çıxarda bilər, kimlərin çıxarda bilməz kimi məhdudiyyətlər də mövcuddur. Ona görə sizin dediyiniz çox genişdir. Ümumilikdə desək ki, məzuniyyət dönəmində işə götürən işçini çıxarda bilməz, o mütləq işə bərpa olunmalı, işə qayıtmalıdır və işə çıxdığı gündən sonra hesablana bilər. Ona hər hansı təsir edə. Məzuniyyət dövründə də belə xəbərdarlıq edə bilməz. O işə çıxmalıdır ki, xəbərdarlığı hüquqi qüvvəməz. Yəni, göndərə bilər şübhəsiz xəbərdarlığı, amma onun hüquqi qüvvəsi nöqteyi nəzərdən işə çıxdığı gündən etibarən hesablanır. Yol verir. Buyurun. Əmək mühafizə sahəsində standartların hazırlanması tətbiqi sahəsində hansı işlər görülür? Biz Anti-İnsar Dövlət Agentliyi ilə birgə, Standartlaşdırma İnstitutu ilə birgə hal-hazırda 167 standart təsdiq etmişik. Bu il ərzində təxminən 60 standartda yeni standartın tətbiq olunması üzrə işlər aparılacaqdır. Ümumilikdə düşünürük ki, fərdi əmək mühafizə vasitələri ilə daxil olmaqla 487 standart ilk mərhələdə tətbiq olunacaqdır. Hal-hazırda dediyim kimi 167 standartdır. Bu ildə əlavə 60 standart yenilənməsi və milliləşdirilməsi həyata keçiriləcəkdir. İşğaldan azad olunmuş ərazilərdə dövlət əmək müfəttişliyi xidməti bu ərazilərdə hansı mərtəbədə işlər? Təxminən 80-ə yaxın
işğaldan azad olmuş ərazilərə maarifləndirmə tədbiri həyata keçirilmişdi. Bu maarifləndirmə tədbirləri həm Dövlət Əmək Müfəttişliyinin regional dairələri, həm Dövlət Əmək Müfəttişliyinin aparatı, həm Əmək Mühafizə Mərkəzi, həm ANAMA ilə birgə silsilə tədbirlər həyata keçirilmişdi. Ondan əlavə olaraq yerində bayaq qeyd elədiyim nümunəvi müəssisələrə infoturlar həyata keçirilmişdi və əmək mühafizəsinin şəraitinin yaxşılaşdırılması və nə dərəcədə əlçatan və asan olunması izahat işləri aparılmışdır. Şübhəsiz ki, bizim üçün ən vacib prioritetlərdən biridir həmin ərazilər. Çünki həmin ərazilərdə normal risklərdən əlavə olaraq digər risklər də mövcuddur. Və onun qarşısının alınması üçün müvafiq təlimlər bizim tərəfimizdən və ANAMA tərəfindən bir yerdə aparılır. Buyurun. Mənim sualım odur ki, böyük şirkətlərdə ən çox hansı qaydalarla özünüzlə məsələn, bəzən işçiləri vaxtından çox işlədirlər, bəzən bir işçiyə bir neçə iş tapşırırlar. Belə olanda bəzən işçilər qorxur ki, şikayət eləsək, arasa, bizi işdən çıxarırlar falan, belə mövzular var. Belə olduğu halda həmin işçilər sizə hansı formada müraciət etməlidir? Yəni, müraciət etdikləri bilinirmi ki, ikinci ayında həmin şəxs müraciət edib sizlər? Ümumiyyətlə, böyük şirkətlərdə ən çox hansı qaydalar? İşə götürənin işçiləri çox olduqda, şübhəsiz ki, pozuntu halları da çoxdur. Bu, sadə bir statistikadır. O ki, qaldı işçilərin müraciətləri ilə əlaqədar olaraq, işçilər asan şəkildə, yəni dediyim mexanizmlər, ya elektron, ya əyani şəkildə müraciət edə bilərlər. Biz araşdırmanı apara bilərik. Araşdırmanın nəticəsində əgər pozuntusu varsa, hüququ bərpa edəcəyik. Onun nəticəsində işə götürən qeyri-qanuni şəkildə işçiyə əlavə olaraq xitam verəcəksə də, o halda da onun işçinin müraciəti çərçivəsində araşdırma aparılıb, xidmətin səlahiyyəti var ki, həmin xitam əmrinin ləğvini işə götürəndən tələb eləsin və müvafiq şəkildə də cərimə tətbiq edə bilər. O ki, qaldı araşdırılmanın adlı və yaxud da adsız aparılması qanunla bildiyiniz kimi anonim şikayətlərə baxılmır. Buyurun. Buyurun. Yəni araşdıracağıq biz onu, məsələni araşdıracağıq. Yəni əgər işdən çıxarılma halında nöqsan varsa, cəriməni tətbiq edib işçini öz işinə bərpa edəcəyik. Buyurun xanım. Bu sual mənə də həmkəslərimə problemlərə olmaya bilər, amma xəbər xarakteri soruşmaq istəyirəm ki, işçi hərbi xidmətə çağırıldıqda onun müqaviləsinə xitam verilərkən ona müavinət necə ödənilməlidir? Hal-hazırda yeni dəyişiklikdən sonra Hal-hazırda əmək qanunvericiliyinə yeni dəyişiklikdən sonra 3 misli ödənilməlidir. Orta əmək haqqının 3 misli. Bu dəyişikliklərdən öncə 2 misli idi. Hal-hazırda 3 misli dəyişdirilib. Bu da yenə də bizim vətəndaşlarımızın sosial rifahının artırılmasına yönəlmiş bir tədbirdir. Çox sağ olun. Siz sağ olun. Hörmətli izləyicilərimiz, diqqətinizə çatdıraq ki, biz canlı olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransını canlı olaraq Dost TV vasitəsilə sizin diqqətinizə çatdırmış olduq. Bir daha xatırladaq ki, əziz izləyicilərimiz, siz bizim bu mətbuat konfransının təkrarını isə bizim YouTube kanalımızda və Facebook səhifəmizdə izləyə bilərsiniz. Qeyd edək ki, canlı olaraq Sosial Saatda biz müxtəlif qurumların mətbuat konfranslarını da sizə təqdim edirik. Mən sizə sağollaşıram. Növbəti Sosial Saatda görüşmək ümidi ilə salamat qalın.